müqəddəs kitab Yeşaya 6:8-də belə deyir: Sonra Xudavəndin səsini eşitdim. Kimi göndərim? Bizim üçün kim gedəcək? Mən dedim, mən buradayam, məni göndər. Həmçinin Övək kitabı 14-cü fəsil 6 və 7-ci ayədə yazılıb: Mən göyün ortasında uçan başqa bir mələk gördüm. O, yer üzündə yaşayanlara, hər millətə, hər tayfaya, hər dilə və hər xalqa yaymaq üçün əbədi bir müjdə gətirdi. Mələk uca səslə deyirdi: Allahdan qorxun, ona izzət verin, çünki onun mühakimə edəcəyi vaxt gəldi. Göyü, yeri, dənizi və su qaynaqlarını yaradana səcdə edin. Dua edin ki, bütün dünyadakı imanlılar İsa tezliklə gələcək xəbəri ilə yaşasınlar və bu böyük günahkar dünyaya 3 mələyin xəbərini çatdırmaq üçün Allahın missiyasına ruhlansınlar.